İşgüzar səhər davam edir. Verilişimizin növbəti saatına baxırsınız. Bu saatda nələrdən danışacağıq? Belarusun baş naziri Azərbaycana səfərə gəlir. Ölkə rəsmisi Bakıda Prezident İlham Əliyevlə iki tərəfli əlaqələri müzakirəyə çıxaracaq. Aleksandr Turçini Azərbaycana gətirən daha hansı məsələlər var? Biləcəksiniz. Şərqi Avropa cəbhəsində sülh üçün ədalətli həll görünmür. Tərəflərin bir-birinə qarşı təhdidləri gündən-günə artır. Məsələni yoluna qoya bilməyən ABŞ tərəfləri sülhə necə məcbur edəcək müzakirəmiz var. Rusiya ilə gərgin münasibətlər fonunda Zelenskinin istefası gündəmə gəldi. Ukrayna lideri müharibədə üstünlüyünü itirdiyi bir dövrdə hakimiyyətdən də uzaqlaşdırılma riski ilə üzləşib. Ukraynanın yeni prezidenti kim ola bilər? Müharibənin davam etdiyi bir zamanda Zelenskinin istefası nə dərəcədə real görünür? Araşdırmışıq. İndi isə bağlantılarımız olacaq. Bəzi digər məsələlərə də toxunacağıq. Qayıdış könüllüləri proqramı çərçivəsində Cəbrayıl könüllüləri qrupuna qeydiyyatın elan olunması ilə bağlı növbəti mətbuat konfransı keçirilir. Tədbirdə baş verənlər barədə orada olan əməkdaşımız Rəqsanə İbrahimzadə bizi məlumatlandıracaq. Rəqsanə, hər vaxtın xeyir olsun. Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, elə dediyiniz kimi işğaldan azad olunan ərazilərdə yəni əhalinin qayıdış prosesi təmin olunur və həmin ərazilərdə könüllü proqramının da təşviq olunması ilə bağlı işlər görülür. Bununla bağlı müəyyən addımlar atılır və artıq bugündən etibarən Cəbrayıl könüllüləri qrupuna qeydiyyat başlayır və bununla bağlı hazırda biz mətbuat konfransında iştirak edirik və bizdə hazırda detallı informasiyaları Böyük Qayıdış Gənclər Təşkilatının sədri Nail Şükürov informasiyaları bizə təqdim edəcək. Xoş gördük Nail bəy. Buyurun, detallı informasiyaları sizdən eşidək. Müzəffər Ali Başkomandan cənab Prezident İlham Əliyevin çağırışına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə kökləri o torpaqlara bağlı olan gənclərin cəlb edilməsi çağırışına uyğun olaraq tərəfimizdən qayıdış könüllüləri proqramı formalaşdırılmışdır. Hazırda proqram çərçivəsində 5 könüllü qrupu, Şuşa könüllüləri, Zəngilan könüllüləri, Ağdam könüllüləri, Laçın könüllüləri və Füzuli könüllüləri qrupları fəaliyyət göstərməkdədir. Bugün isə növbəti sadəcə 6-cı könüllü qrupunun, Cəbrayıl könüllüləri qrupunun açıq elan edirik. Müraciətlər bugündən etibarən başlayır və 20 may 2025-ci il tarixinə qədər davam edəcəkdir. Proqrama müraciət etmək istəyən yaşı 18-25 yaş, 29 yaş arası olan əslən Cəbrayıl rayonundan olan gənclər qayıdış könüllü az saytı vasitəsilə proqrama müraciət edə bilərlər. Qeydiyyat bitdikdən sonra müraciəti müsbət dəyərləndirilmiş gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhələsinə cəlb olunacaqlar. Bütün bu mərhələləri keçəndən sonra artıq gənclərimiz Cəbrayıl könüllüləri statusunda Cəbrayıl rayonu ərazisində könüllü fəaliyyətinə cəlb olunacaqlar. Teşekkürler. Çox son informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün bir daha xatırladım ki, işğaldan azad olunan ərazilərdə hazırda 5 istiqamət üzrə könüllü proqramı fəaliyyət göstərir və bugün artıq sadəcə 6-cı olan Cəbrayıl könüllüləri proqramında fəaliyyətə başladı və elə tələblər hansılardan ibarətdir? Bununla bağlı detalları da eşitdik və diqqətinizə də çatdırdıq. Bizdən bu qədər, söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə, məlumatı bizə ötürdüyün üçün. İndi isə digər bir bağlantımız olacaq. Yüksəliş müsabiqəsi vasitəsilə yaradılan bilirsiniz ki, Kadr Bankı var və bankın insan resursları sayəsində çalışan rəhbər şəxslərə təqdimatı və təlimi hazırda reallaşır. Bu istiqamətdə isə Zeynəb Nadirova bizə məlumatları ötürəcək. Zeynəb, hər vaxtın xeyir olsun. Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, artıq yüksəliş müsabiqəsinin özünün təşkil etdiyi Kadr Bankı ilə bağlı təlim təqdimat etmə mərasimi başlayıb və qeyd edək ki, burada bir sıra həm dövlət qurumlarından, eyni zamanda özəl sektorlardan mütəxəssislər iştirak edirlər. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən 23 iyul 2019-cu ildə sərəncam imzalandı ki, yüksəliş müsabiqəsi yüksək səviyyədə keçirilsin və artıq bu il 4-cü yüksəliş müsabiqəsidir.
idi və bununla bağlı da elə Prezident İlham Əliyev sərəncam imzalanmışdı ki, 4-cü yüksəliş müsabiqəsinə start verilsin və artıq mart ayının 1-dən müsabiqəyə start verildi, qeydiyyata daha dəqiq desək və martın sonuna kimi davam etdi və biz elə onu da xatırladaq ki, 21 yaşdan 51 yaşa qədər bütün şəxslər ali təhsilli olan və eyni zamanda bilgiləri olan bu sahədə şəxslər müraciət eləyə bilərlər və qeydiyyatdan keçə bilərlər. Bu nə ilə bağlıdır? Yəni yüksəliş müsabiqəsində yüksək potensiala malik olan iş imkanları üçün olan şəxslər artıq müxtəlif dövlət qurumlarına, eyni zamanda özəl sektorlara cəlb olunurlar və bugünkü təlimin də mahiyyəti ondan ibarətdir. Həm kadr bankında, platformada həmin şəxslərlə bağlı məlumatları dərc etmək mümkündür. Eyni zamanda profillər açaraq strukturlara uyğun şəkildə informasiyaları ötürmək və həmin qurumlara aid şəxsləri də artıq ora yönləndirmək mümkün olacaq. Bir qədər sonra qeyd eləyək ki, Gənclər və İdman Nazirinin müavini, eyni zamanda yüksəliş müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev çıxış eləyəcək mütəxəssislər qarşısında və ümumiyyətlə bu platformanın, yüksəliş müsabiqəsinin bundan əlavə kadr bankının əhəmiyyəti barədə məlumat verəcək. Eyni zamanda bu sahədə, yəni kadr bankında yeniliklər artıq nədən ibarətdir? Bununla bağlı mütəxəssisləri, dövlət qurumunun nümayəndələrini məlumatlandıracaq və əhəmiyyəti barədə məlumat verəcək və 4-cü yüksəliş müsabiqəsi ilə bağlı da bir sıra yeniliklərlə bağlı məlumat verəcək. Eyni zamanda onu da qeyd eləyək ki, yüksəliş müsabiqəsi üçün həmin şəxslərə 20.000 manat məbləğində də mükafat verilir. Eyni zamanda müxtəlif sektorlara da yönləndirilirlər. Bu da qeyd elədiyimiz kimi əsasən həmin yüksək təhsilə, eyni zamanda potensiala malik olan insanların dəyərləndirilməsi istiqamətində olan işlərdir və artıq qeyd elədiyimiz kimi bir qədər sonra təlim və təqdimat prosesi başlayacaq və Fərhad Hacıyev də çıxış edərək qonaqlara öz məlumatını verəcək. Biz isə hazırki yeniliklərlə bağlı informasiyaları izləyicilərlə bölüşməyə çalışdıq. Ayrı 24-ün efirində artıq qeyd elədiyimiz kimi təqdimatla bağlı yenilənmiş informasiyalar da izləyicilərə çatdırılacaq. Odur ki, elə gözünüz Ayrı 24-də olsun. Mən isə hələlik burada yekunlaşdırıb sözü yenidən sizə ötürürəm. Təşəkkürümü bildirirəm Zeynəb məlumatı bizimlə bölüşdüyün üçün. İndi isə manşetlərə baxacaq. Dünya mediasının fokuslandığı əsas istiqamətlərdən siz də agah olacaqsınız. İsrail ehtiyatda olan əskərləri orduya çağırıb. Bu barədə BBC yazır. Təl-Əviv bu addımı Qəzzada əməliyyatları genişləndirmək məqsədi ilə atıb. Nəşri məlumatına görə Həmasa təzyiq gücləndirilir. Plana əsasən İsrail qüvvələri yeni ərazilərdə möhkəmlənərək bütün infrastrukturu məhv edəcəklər və dediyimiz kimi dünya mediası bu haqda detalları manşetinə çıxarır. Druz icması ağır silahları Suriya hökumətinə təhvil verir. Anadolu Agentliyi bu barədə yazır. Proses mayın 1-də imzalanan razılaşmaya əsasən həyata keçirilir. Məlumata görə icmanın bəzi nümayəndələri təhlükəsizlik qüvvələrinə qoşulmaq üçün qeydiyyatdan keçiblər. Yaxın günlərdə yüngül silahların da verilməsi prosesinə başlanılacağı bildirilib ki, medianın yazdığı bu xəbərlərə bizdə diqqət çəkdi. Rusiya prezidenti Vladimir Putin Ukraynada nüvə silahından istifadəyə ehtiyac qalmayacağını ümid edir. Bu barədə Associated Press yazır. Kreml rəhbəri savaşı məntiqi nəticəyə çatdırmaq üçün Moskvanın gücünün olduğunu deyib. Onun sözlərinə görə Rusiya Donbas problemini sülh yolu ilə həll etməyə cəhd edib. Və daha nələr yazılır bu istiqamətdə? Ukrayna prezidenti Volodymyr Zelenski bəzi ölkələrin Kiyevin Avropaya inteqrasiyasına mane olduğunu deyib. Bu barədə Ukinform nəşri yazıb və onun sözlərinə görə bu il danışıqlar mərhələsinə bir sıra irəliləyişlər də əldə olunacaq. Danışıqlar mərhələsində daha doğrusu Volodymyr Zelenski həmin ölkələrin Qırmızı meydanda yaxşı yer tutmağa çalışacaqlarını söyləyib. Zelenski bu ifadəsində Rusiyada keçiriləcək 9 may paradını nəzərdə tutub və bu paradla bağlı ümumiyyətlə Ukrayna tərəfi böyük bir narahatlıq içindədir ki, niyə dünya ölkələri liderləri ora gedirlər, ancaq bir tərəfdən də Ukraynaya dəstək də kifayət qədər çoxdur.
Rusiyanın haker qrupu isə Rumıniya hökumətinin internet saytlarına hücum eləyib. Bu barədə Politika nəşri yazır. Əsas hökumət portalı, Xarici İşlər Nazirliyi, Konstitusiya Məhkəməsi və 4 prezidentliyə namizədin internet saytı təhdidlərlə üzləşib. Kiber hücumlar Buxarestdə seçki zamanı həyata keçirilib. Milli Kiber Təhlükəsizliyi Direktorluğu saytların bərpa edildiyini bildirib və dediyimiz kimi dünya mediası bu barədə yazır. Biz də manşetlərə çıxan həmin istiqamətləri sizinlə bölüşdük. İndi isə anonslara baxaq, daha hansı məsələlərdən sizi agah eləyəcək, məlumatınız olsun. Belarusun baş naziri Aleksandr Turchin Bakıya yola düşüb. Səfər çərçivəsində hansı məsələlər gündəmdə olacaq? Avropa İttifaqı Ukraynaya dəstəyi ciddi səviyyədə artırmağa hazırdır. Tərəflər münaqişənin sülh yolu ilə həllinə nail ola bilməyəcəklərini düşünürlər. Ukrayna prezidenti Volodimir Zelenski istefa verəcək. Zelenski sülh sazişinin şərtlərində yer alan bu müddəa ilə razılaşıb. Mövzuları ekspertlərlə müzakirə edəcəyik. Diqqətiniz işgüzar səhərdə olsun. Zelenskinin istefa verəcəyi deyilir və Kiyev rəsmiləri bu iddiayla çıxış eləyirlər. Vurğulanır ki, Putin və Trumpın əldə etdiyi razılığın ən əsas müddəasında bu şərt yazılır. Zelenski sülhdən 30 gün sonra postundan əl çəkməlidir. Diqqət isə Ukraynalı liderdədir. Siyasi meydanı tərk eləyəcək, yoxsa sona qədər mübarizə davam etdiriləcək? Süjetə nəzər yetirək. Putin və Trump Zelenskiyə şərt qoyub. Sülhdən 30 gün sonra istefa verilməlidir. Ukrayna Ali Radasının üzvü belə deyib. Deputat Aleksandr Dubinskinin bu sözləri həm qərb, həm də yerli mediada maraqla qarşılanıb. Deputat deyir ki, artıq razılaşma mövcuddur. Rusiya və Birləşmiş Ştatlar münaqişənin sülh yolu ilə həlli üçün ortaq dil tapıb. Kiyevdən tələb olunan isə yalnız imza atmaqdır. Bu iddia Ukraynanın suveren qərar vermə imkanlarının məhdudlaşdığına işarə kimi də oxunur. Ukraynalı deputat vurğulayıb ki, bu prosesdə Zelenskinin fikri nəzərə alınmır. Böyük güclər artıq sülh planının bütün əsas konturlarını müəyyən edib. Zaporojye Atom Elektrik Stansiyasının statusu və faydalı qazıntılar üzrə nəzarət mexanizmi kimi məsələlər də sazişə daxildir. Siyasi komponent isə daha sərtdir. Prezident Zelenski ilk imzaların atılmasından 30 gün sonra vəzifəsindən ayrılmalıdır. Bu məsələnin məhz indi ortaya atılması eyni zamanda Amerika ilə imzalanmış iqtisadi saziş, yəni ortaq investisiya fondunun yaradılması və təbii ehtiyatların istismarı məsələsinin ortaq şəkildə idarə olunması ilə bağlı razılığın əldə olunmasına paralel həyata keçirilir. Ümumiyyətlə vəziyyət hal-hazırda Ukraynanın heç də xeyrinə deyil. Ukrayna həm mineral ehtiyatlar üzərində nəzarəti bu saziş nəticəsində itirib, digər tərəfdən də Rusiyanın daha ciddi şəkildə müharibəni eskalasiya həddinə gətirdiyini və yeni ərazilər uğrunda ciddi addımlar attığını söyləyə bilirik. Ukraynalı deputatın səsləndirdiyi fikirlərin şəxsi mənfəəti hesablanma ehtimalları da göz ardı edilməməlidir. Çünki Aleksandr Dubinski müxalif mövqe tutan, hər zaman Zelenskiyə zid bucaqdan çıxış edən siyasətçidir. Radanın bu deputatı ötən ay Volodimir Zelenskiyə qarşı impeachment prosesinin başlaması ilə bağlı tələb irəli sürüb. Amma maraqlısı odur ki, eyni tonda bəyanat Vaşinqtondan da gəlib. Birləşmiş Ştatlar ordusunun istifada olan polkovniki Antoni Şafer bildirib ki, Zelenski ondan tələb olunan hər şeyi edib və o tezliklə sıradan çıxarıla bilər. Sülh müqaviləsinin imzalanması üçün Rusiyanın irəli sürdüyü ən vacib şərtlərdən biri də Ukraynada legitim hakimiyyətin formalaşdırılması ilə bağlı tələbləridir. Nə qədər ki, Ukraynada prezident kürsüsündə Rusiyanın fikrincə legitim prezident oturmayıb, Rusiya Ukrayna ilə imzalana biləcək müqavilənin hüquq baxımından qeyri-perspektivli və rentabelin olmayacağı ilə bağlı məsələlərə qabardır. Və bu fikri də Birləşmiş Ştatların təbii ki, siyasi rəhbərinin diqqətinə çatdırıb. Aparılan sorğular göstərir ki, Zelenski prezident seçimləri gedəcək təqdirdə belə onun bu seçkilərdə qalib gəlmək üçün dividendləri kifayət qədər deyil. Məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də qərb mediasında da bu tip variantlar müzakirə olunur. Volodimir Zelenskinin istifası və siyasi konfigurasiya Ukrayna gələcəyi üçün istisna hesab edilmir. Qeyd edək ki, Zelenskinin prezident səlahiyyətləri rəsmi olaraq 2024-cü ilin mayın 20-sində başa çatıb.
Bəli, biz Rusiya-Ukrayna cəbhəsində baş verənlərdən daha geniş kontekstdə danışacağıq və bir daha istəyərdim ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın fikirlərini xatırladım. O deyir ki, indiki ərazilər, yəni işğal etdiyi əraziləri nəzərdə tutur. Vladimir Putinə lazım deyil, ona lazım idi ki, bütünlükdə Ukrayna ələ keçirilsin və mən bunun qarşısını aldım. Digər tərəfdən isə Zelenskinin açıqlamaları var. O deyir ki, Rusiya tərəfi atəşkəslə bağlı danışır, ancaq bu günlərdə 200 dəfə hücum olunub. Bu da son vaxtların ən yüksək göstəricisi kimi qəbul oluna bilər. Digər tərəfdən isə açıqlamalar gəlir ki, Donald Trump Rusiyalı həmkarı Vladimir Putini sülhə razı sala bilməsə, o zaman Avropa İttifaqı Ukraynaya dəstəyi ciddi səviyyədə artırmağa da hazırdır. Bu istiqamətdə Avropa İttifaqından gələn açıqlamalara da biz diqqət yetirəcəyik. Bir sözlə bütün bu istiqamətləri isə siyasi şərhçi Anar İsayevlə danışacağıq. Anar bəy, hər vaxtınız xeyir olsun, xoş gördük sizi studiyamızda. Hər vaxtınız xeyir, xoş gördük olsun. Anar bəy, başlayaq birinci ondan ki, Vladimir Putinin bütünlükdə Ukraynanı istədiyini iddia edir Trump və deyir ki, hazırda tutduğu ərazilər əslində ona lazım deyil. Ona daha böyük planlar lazım idi, daha böyük nailiyyət vacib idi. Düzdür, Donald Trump əslində bütün bunları özü ilə əlaqələndirir, öz uğuru kimi qələmə verməyə çalışır. Ancaq burada bizim üçün maraqlı olan daha çox bu istiqamətdir ki, doğrudan da mı bugün tutduğu ərazilər Rusiya üçün əsas hədəf deyildi və yaxud da bu əraziləri tutmaq üçün bu həcmdə bir müharibəyə getməzdi? Əslində, sizin də qeyd elədiyiniz kimi Donald Trump'ın ifadə elədiyi bu fikirlər əslində özünə məxsusdur. Yəni, həm də Amerika Birləşmiş Ştatlarının Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında tutduğu mövqedən asılıdır ki, yəni daha da böyüdür ki, yəni Amerika Birləşmiş Ştatları olmasaydı, Rusiya daha böyük ərazilər işğal edərdi. Əslində, mən bu fikirlə tam olaraq razı deyiləm. Çünki müharibə getdiyi ərəfədə, ümumiyyətlə sülhün əldə olunması şərtləri irəli sürüləndə Vladimir Putinin belə bir ifadəsi var idi ki, sülh o zaman əldə olunar ki, hal-hazırda tutduğu, yəni status quo saxlanılmaqla Vladimir Putin Donetsk, Lugansk, Xerson və Zaporojye Rusiyanın ərazisində, yəni işğal etdiyi ərazilərin Rusiyanın ərazisi kimi tanınması şərtləri daxilində sülh müqaviləsinin imzalanacağını bəyan edildi. Və təbii ki, onun paralel olaraq NATO-ya üzvlük məsələsi, Avropa Birliyinə üzvlük məsələsi də Rusiyanın, Vladimir Putinin irəli sürdüyü şərtlərdən biri idi. Yəni, buradan görsənir ki, Rusiyanın heç də tam olaraq Ukraynanı işğal etmək kimi bir fikri yoxdur. Sadəcə olaraq Ukraynanın şərq hissəsi, yəni şərqi Ukrayna və qərbi Rusiya tərəf olan hissəsini sadaladığım, yəni həmin bölgələri tutmaq istəyir. O nöqteyi nəzərdən mən qeyd etmək istəyirəm ki, Donald Trump'ın istifadə etdiyi bu fikir həm də ona hesablanıb ki, həm Avropa Birliyinə qarşı olan təzyiqi gücləndirmək üçün, yəni biz olmasaq, növbəti mərhələdə sizsiniz Rusiyanın hədəfində və həmçinin biz olmasaq, Amerika Birləşmiş Ştatları olmasa, Rusiya ilə Ukrayna arasında sülh əldə oluna bilməz kimi mən düşünürəm ki, bu kontekstdə məsələyə yanaşır. Amma düşünmürəm ki, tam olaraq, əlbəttə şərait olarsa... Ancaq deyirdi ki, Kiyevə gedib çatacaq. Kiyevə hələ çata bilməyibdir Rusiya. Yəni hədəfdən də... Yəni hədəf var. Əslində, 3 gün ərzində Putinin dediyi ifadə bundan ibarət ki, 3 gün ərzində bizim hərbiçilərimiz, bizim ordumuz artıq Kiyevə çatacaqdır. Doğrudur, istəyə bilər. Arzu, istək reallıqla üst-üstə düşməlidir. Mən düşünmürəm ki, Ukrayna ordusu da zəif ordudur və qeyd etdiyimiz kimi bilirsiniz ki, Avropa Birliyi də artıq Amerika Birləşmiş Ştatlarının, yəni Donald Trump'ın sülh təklifindən sonra artıq Avropa Birliyi dövlətləri də həm öz təhlükəsizliyi üçün, həm də Ukraynanın təhlükəsizliyi üçün artıq səfərbər olunublar. Bu nöqteyi nəzərdən Ukraynanın tam işğal olunması, yəni biz nəzərə alsaq ki, artıq 39 aydır ki, Rusiya-Ukrayna müharibəsi gedir və bu 39 ay ərzində sadaladığımız ərazilərdən başqa, yəni ümumilikdə Ukraynanın 20%, təxminən 20-25% civarında torpağını işğal edə bilibdir. Əgər bu 3 il müddətinə Rusiya əgər buna nail ola bilibsə, gör tam Ukraynanı demək, işğal eləmək üçün nə qədər müddət lazımdır. O nöqteyi nəzərdən mən düşünürəm ki, hal-hazırki situasiyada bu mümkün görsənmir. Anar bəy, Zelenski də məsələ ilə bağlı münasibət bildirib. Daha doğrusu deyir ki, Vladimir Putin Rusiya çağırış edir ki, atəşkəsə biz razıyıq.
Ancaq vəziyyət o şəkildədir ki, əvvəlkindən daha pis formaya gəlib və baş komandan Aleksandr Sırskinin bəzi informasiyalarına istinad edərək Zelenski deyir ki, bu günlərdə 200 dəfə hücum olunur. Bu da əvvəlki vaxtla müqayisədə xeyli çoxdur. Yəni azalmayıb, əksinə hücumlar biraz da artıb və belə bir məqamda Zelenskinin də dediyi kimi atəşkəs məsələsi masada varsa, bu qədər atəş açılması, bu qədər gərginliyin yaşanmasının arxasında hansı niyyət dayanır? Əslində atəşkəs masada bilirsiniz ki, hələ deməli mart ayında Səudiyyə Ərəbistanında Amerika Birləşmiş Ştatları ilə Rusiya nümayəndələri arasında olan görüş nəticəsində, yəni ortaya masaya qoyulmuş bir təklif idi. Lakin hər iki tərəf, həm Ukrayna tərəfi bilirsiniz ki, həm də Rusiya tərəfi bir aylıq, yəni 30 günlük atəşkəsə riayət eləmədi. Yəni hər iki tərəf bir-birini ittiham elədi ki, yəni biz əgər atəşkəsi biz tərəfdən dayanırlarsa, Ukrayna tərəfi güclənəcək. Ukrayna isə əksini dedi ki, yəni biz əgər atəşkəs sağlayacaqsa, əlavə şans verir ki, Rusiya toparlanıb yenidən üzərimizə hücuma keçməsi. Və bu son, bilirsiniz ki, may ayının əvvəlləri artıq Rusiya tərəfi ardıcıl olaraq hücuma keçir. Yəni, xüsusilə şiddətli döyüşlər Donbas vilayətində, yəni Donetsk, Lugansk istiqamətində gedir. Doğrudur, Ukrayna tərəfi də ciddi müqavimət göstərir, yəni müdafiə olunur və bu qarşılıqlı, yəni əslində bu hücumların və bu qarşılıqlı bir-birini ittihamın və həmçinin informasiya müharibəsini mən deyərdim ki, qayəsində əsas məsələ, bilirsiniz ki, Rusiya tərəfi 9 mayda Moskvada parad keçirmək istəyir və bu paradın keçirilməsinə əlaqədar olaraq bir tərəfli qaydada, ümumiyyətlə ayın 8-dən 11-nə qədər olan bir müddətdə atəşkəsin bir tərəfli qaydada atəşkəs elan olunmasının tərəfindədir. Və Zelenski də bunu qəbul etmədi və o nöqteyi nəzərdə mən düşünürəm ki, təzyiqlər və hücumlar əslində bir növü qarşı tərəfi müəyyən, belə deyək, həmin o 3 günlük atəşkəsə sövq etmək kimi mən düşünürəm ki, Rusiyanın əslində hücumlarının və ardıcıl hücumlarının qayəsində bu durur, məhz bu durur. Lakin Zelenski siz də qeyd etdiyiniz kimi bu 3 günlük deməli atəşkəslə razılaşmır. Əslində mən qeyd elədim, nəinki 3 günlük, heç bir aylıq bundan əvvəl hətta Amerika Birləşmiş Ştatları kimi, yəni vasitəçi bir dövlət masaya bir aylıq atəşkəs təklifi qoyur, hər iki tərəf onunla razılaşmır. O nöqteyi nəzərdən mən düşünürəm ki, Ukrayna razıdır. Bugün razıdır, amma əslində Zelenskinin də çıxışlarında bu qeyd olunur ki, əgər Rusiya tərəfi 3 günlük və hətta bilirsiniz ki, keçən ay Pasxa bayramında hətta 1 günlük də atəşkəs elan olundu. Hər iki tərəf bundan razılaşdı. Və Zelenskinin də dediyi söz nədən ibarətdir? İşlətdiyi ifadə ondan ibarətdir ki, əgər Rusiya 1 günlük və yaxud da 3 günlük atəşkəsə razılaşırsa, demək ki, 30 günlükdə və hətta deməli 60 günlükdə atəşkəs rejiminə riayət eləyə bilər. Demək ki, burada Zelenskinin dediyinin sözün arxasında bunu deməli belə bir ifadə yatır ki, Rusiyanın atəşkəsin elan olunmasında fərqli deməli fikirləri var. Yəni konkret olaraq Zelenski ona hesablayır ki, atəşkəsin olması nəticəsində ən azından mülki əhali Ruslar tərəfindən öldürülməsi durdurula bilər. Anar bəy, siz 9 may paradına diqqəti çəkdiniz. Ümumiyyətlə həftə sonunda ən çox müzakirə olunan mövzusu buydu. Zelenski də deyir ki, ora gələcək rəsmilər üçün təhlükəsizlik zəmanəti yoxdur. Bu da iki formada şərh olunur. Birinci növbədə Zelenski dünya liderlərini ora dəvət olunan və gələcək şəxsləri bir növ narahat vəziyyətə gətirmək istəyir ki, baxın, təhlükəsizliyiniz üçün zəmanət yoxdur. Birinci versiya ondan ibarət ki, Ukrayna dronlar vasitəsilə zərbələr endirə bilər. Bu nə qədər mümkün görünür sizcə? Çünki kifayət qədər liderlər gələcək ora və təhlükəsizlik üçün Rusiya yəqin ki, əlindən gələni də etməyə çalışacaq. Ukrayna belə bir məqamda diqqəti bu qədər üzərinə çəkib həmin liderlərin olduğu bir parada dronlarla hücum eləyərmi? Doğru məqamı deməli vurğuluyursunuz. Əslində Rusiyanın içərilərinə doğru Ukrayna dronlarının hərəkətini biz görmüşük. Yəni bu müharibə dövründə hətta Moskvaya qədər Ukrayna dronları gəlib çıxdı. Yəni təhlükəsizlik məsələsini biz qabartsaq və Zelenski ümumiyyətlə Ukraynanın həmin ərəfədə 9 may
paradı ərəfəsində və yaxud da paradı dövründə hər hansısa bir hücumu həyata keçirəcəyini əslində mən düşünmürəm. Nə üçün düşünmürəm? Ona görə düşünmürəm ki, hal-hazırki vəziyyətdə, bayaq mən qeyd etdim ki, hər iki cəbhədə, yəni Rusiya və Ukrayna arasında bir-birinə təzyiq və təhdid dolu mesajlar ötürülür. Zelenski qeyd edir ki, biz və müraciət də eləyir həmin parada deməli, iştirak edəcək dövlət başçılarına ki, təhlükəsizlik baxımından təminat vermirik. Əslində təminatı verən Rusiya tərəfdir və mən Ukraynanın 9 mayda bu və ya digər formada hər hansısa bir hücum planı, dronlarla mı, raketlərlə mi, hava hücumu və yaxud da təxribat mı edəcəyini mən düşünmürəm. Çünki yenə deyirəm ki, çox həssas bir məqamdır. Yəni həm Avropa Birliyi dövlətləri, həm Amerika Birləşmiş Ştatları hər iki ölkə arasında sülhün əldə olunması üçün çalışırlar. Və burada da birincisi Zelenski əzilən tərəf olduğu üçün, Ukrayna işğal olunan tərəf olduğu üçün və bu günləri o beynəlxalq xüsusilə qeyd etdiyimiz kimi mötəbər qonaqlar, dövlət başçıları iştirak edir orada və həmin dövlətlərin mövqeyini öz əksinə çevirməmək üçün, yəni buna getməyəcəkdir. Mən düşünürəm ki, yəni bu təhdiddir. Sadəcə olaraq bir ölkənin digəri, yəni Rusiyanın Ukraynaya, Ukraynanın Rusiyaya qarşı təhdidlərindən ibarətdir. Yəni bu qeyd etdiyim kimi, əgər belə bir hal baş verərsə, hətta Rusiya bunun qarşısını ala bilməzsə belə, bu təbii ki, Ukrayna üçün və xüsusilə Ukrayna prezidenti bu günləri Ali Baş Komanda olan Zelenski üçün arzu olunmayan bir məsələdir. Qeyd etdiyim kimi, beynəlxalq baskılar, beynəlxalq aləmi öz üzərinə çəkmək və bu müharibədə haqlı olduğu vəziyyətdən haqsız duruma düşmək kimi bir lüksü yoxdur. Yəni Zelenski buna getməz deyir. Mən düşünürəm ki, getməz. Növbəti bir B senarisi də var. Burada isə fərqli bir məsələdən danışılır. Deyilir ki, ola bilər ki, Rusiya özü hər hansı bir təxribat törətsin və bunu Ukraynanın adına yazsın. Düzdür. Rusiya üçün bu paradın təhlükəsiz keçməsi çox vacibdir. Ancaq burada biraz siyasi məqsədlər, hətta hərbi məqsədlər var deyə sizin fikrinizcə Rusiyanın belə bir addım atması nə qədər realdır? Bu əslində ehtimallar içərisindədir. Mən yəni Rusiyanın ümumiyyətlə biz deməli siyasi həyatına baxdıqda belə bir halların mövcud olduğunu biz şahid ola bilərik. Təcrübədə var. Bəli, belə bir şey Rusiya təcrübəsində var. Lakin yenə də qeyd etmək istəyirəm ki, belə bir həssas məqamda, yəni Rusiya-Ukrayna müharibəsi timsalında mən qeyd etmək istəyirəm ki, hər hansısa bir ölkə, sabahları hansısa bir təxribat hərəkəti həyata keçirərsə Rusiya tərəfi, Moskvada fərqi yoxdur, yəni parad keçirilən meydanda hətta, yəni bunu aydın məsələdir ki, bunu gizlətmək mümkün olmayacaqdır. Yəni, əgər burada maraqlı tərəflər var, xüsusilə mən yenə də qeyd etmək istəyirəm ki, mən düşünürəm ki, Rusiya tərəfi daha çox maraqlıdır ki, təhlükəsizliyin təmin olunması. Dünya liderləri gəlir burada, Çinin sədri gəlir, deməli, və bir çox ölkə başçıları iştirak edir burada. Yəni, burada hər hansı bir element, təxribat elementi istər-istəməz avtomatik olaraq həmin ölkənin əleyhinə işləyən bir prosesdir. Və belə bir təcrübə qeyd etdiyim kimi Rusiya siyasətində deməli, mövcud olan təcrübələrdəndir. Amma düşünmürəm ki, bu təcrübə bu dəfə də keçərli olsun. Anar bəy, biz Rusiyanı Birləşmiş Ştatların dayandırmağa çalışdığını görürük. Ümumiyyətlə, sanksiyalar və digər məsələlərlə Avropa İttifaqı da, Birləşmiş Ştatlar da zaman-zaman Rusiyaya təzyiq göstəriblər. Donald Trump dönəmində biraz siyasətdə yumşalmalar sezilirdi. Ancaq NBC News-un son informasiyasına görə Donald Trump istisna eləməyib sanksiya məsələsini, amma deyib ki, baxaq görək Vladimir Putin necə bir addım atacaq, atacağı addımlar bunu ehtiva eləyəcək. Sizin fikrinizcə bu mərhələdən sonra, yəni Donald Trump bu qədər münasibətləri yumşaltmışkən, indi sanksiyalar məsələsini yenidən gündəmə gətirəcəkmi Avropa İttifaqında olduğu kimi? Biz keçən verilişlərdə də bu barədə mən qeyd etmişdim. Ümumiyyətlə, bu Donald Trump'ın təqdim elədiyi sülh məsələsi, yəni sülh planı, əslində deməli, Rusiya və Ukrayna arasında sülhün əldə olunmasını təmin edə biləcək yeganə dövlət mən düşünürəm ki, Amerika Birləşmiş Ştatlarıdır. Çünki Amerika Birləşmiş Ştatları həm Ukraynaya təzyiq göstərə bilir, həm Rusiyaya təzyiq göstərə bilir. Biz dünənə qədər, yəni Rusiya ilə, üzr istəyirəm, Ukrayna ilə Amerika Birləşmiş Ştatları arasında bu mineral deməli, bu material, deməli,
müqaviləsinin mineralların istismarı, bəli, istismarı müqaviləsi imzalandıqdan sonra artıq Amerika Birləşmiş Ştatları fərqli bir mövqedə çıxış edir. Yəni nə qədər ki, Ukrayna ilə Amerika Birləşmiş Ştatları arasında bu sərvətlərin istismarı məsələsi, müqaviləsi imzalanmamışdı, onda daha çox Ukraynanın üzərinə gedirdi. Artıq indi buradan görsənir ki, bu müqavilədən sonra Amerika Birləşmiş Ştatlarının artıq belə deyim ki, bir qədər fərqli siyasət yürütməyə başlayıb. Həm də xatırlayırsınızsa, Rusiyanın Kiyevi sonun axırıncı dəfə raket zərbəli, ballistik raketlərlə vurduqdan sonra hətta Donald Trump'ın biz Vladimir, mən deyir, Vladimir sən nə etmək istəyirsən? Yəni bu ritorika ilə artıq çıxış etməsi onu göstərir ki, Rusiya təzyiq mexanizmi artıq işə düşə bilər. Dediyim kimi, hər iki tərəfə təzyiq göstərə bilən, təsir göstərə bilən dövlət Amerika Birləşmiş Ştatlarıdır ki, əgər Rusiya sülh müqaviləsi ilə razılaşmazsa və yaxud da atəşkəslə razılaşmazsa, onda Amerika Birləşmiş Ştatları həm maddi, həm hərbi tərəfdən Ukraynanı silahlandıracaq və həmçinin bilirsiniz ki, Avropa Birliyi də artıq çox ciddi surətdə Ukraynanın arxasındadır. Onda istər-istəməz güc balansı Ukraynanın tərəfində olacaq və Rusiyanın deməli bu müharibədə məğlub duruma düşməsi qaçılmaz olacaq. Və yaxud da əksinə, Ukrayna tərəfi əgər Trumpın təqdim elədiyi sülh planına razılaşmazsa, onda digər məsələlər aktivləşir. Yəni, qeyd etdiyim kimi, artıq Ukraynadan Rusiya, deməli, Amerika Birləşmiş Ştatları əlini götürür və istər-istəməz Rusiya kimi bir hegemon bir dövlətin qarşısında Ukrayna müdafiəsiz kimi görsənir. O nöqteyi nəzərdən, bəli, bundan sonraki dövrdə əslində yumşalma biz deyə bilərik. Rusiyanın son davranışları, ümumiyyətlə Amerika Birləşmiş Ştatları ilə yaxınlaşmaları əslində Amerikanın da Rusiya siyasətində bir qədər yumşalma elementləri görsənir. Bunun həm də bu tək Rusiya-Ukrayna müharibəsinə əlaqədar deyil, həm də bölgə dövləti olaraq Rusiya-Çin münasibətləri burada əsas rol oynayır. Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları bunu nəzərə alaraq həm də Rusiya ilə bir qədər yumşaq tərzdə davranış sərgilir. Ki, Rusiya ilə Çini bir-birindən biraz uzaqlaşdırsın. Bir qədər uzaqlaşsın. Yəni, getdikcə bilirsiniz ki, Çindir, Rusiyadır, İrandır. Yəni, istər-istəməz avtomatik olaraq, yəni Amerika Birləşmiş Ştatlarının deməli, sanksiyalarına məruz qalmış dövlətlərdir. Həm İrandır, həm Rusiyadır və həmçinin Çin də müəyyən dərəcədə Amerika Birləşmiş Ştatlarının hədəfində olan dövlətlərdən biridir. O nöqteyi nəzərdən Donald Trump'ın, ümumiyyətlə Amerika Birləşmiş Ştatlarının Rusiyaya yönəlik yumşaq siyasəti, bəli, əgər Trump'ın dediyi deməli və yaxud da cızdığı bir yol xəritəsindən kənara çıxılarsa, mən düşünürəm ki, Rusiyaya tətbiq olunacaq sanksiyaların çeşidi genişlənəcəkdir. Xüsusilə neft-qaz sektorunda və xatırlayırsınızsa, son hətta deməli konqresmenlərin belə bir çıxışı olubdu. Deməli, Amerika parlamentində, konqresində bu məsələ müzakirəyə deməli çıxarılıbdır ki, hətta Rusiyadan neft-qaz alan ölkələrə, hətta Rusiyadan neft-qaz alan ölkələr belə Amerika Birləşmiş Ştatlarının bu və ya digər formada iqtisadi, ticari münasibətlərdə hətta onlara qarşı da bilirsiniz ki, Donald Trump'ın son dövrlər gömrük siyasəti var. Ancaq nəzərə alsaq ki, Biden dönəmində bu qədər Rusiyaya qarşı sərt addım atılmadısa, daha yumşaq siyasət yürüdən Donald Trump və Çini də həmçinin biraz da çöktürməyə çalışan Donald Trump niyə bu siyasəti yürütsün ki? Baxın, burada mən qeyd etdiyim ki, əvvəl siyasət yumşaq formada, yəni bilirsiniz ki, Ukraynadan öncə əslində belə deyək də Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə əldə olunmasında vasitəçi olaraq çıxış edən Amerika Birləşmiş Ştatlarının Rusiya münasibəti əslində dünyada belə bir fikir formalaşdırmışdı. Xüsusilə Avropa Birliyi dövlətləri arasında belə bir fikir formalaşdırılmışdı ki, Amerika Birləşmiş Ştatları sülhün əldə olunmasında tərəf tutur. Yəni, Ukraynanın ərazi bütövlüyünün qorunmasını yox, ərazisinin işğal olunmasını tanımaq istəyir, status quo saxlanmaq istəyir və bununla da legitimləşdirmək istəyir və həm də Rusiyanın əlinə oynamaq istəyir. O nöqteyi nəzərdən deyirəm ki, yəni hələ ki, siyasət, aparılan siyasət yumşalma siyasətidir. Amma nəzərə alsaq ki, tək Biden dövründə deyil, həm də Donald Trump dövründə də əslində Rusiyaya qarşı münasibət elə həmiş Amerikanın münasibəti necə olubsa o formada da münasibət sərgilənibdir. Yəni burada Birləşmiş Ştatları müəyyənləşmiş bir siyasəti var. Bəli, müəyyənləşmiş bir siyasəti var. Anar bəy, siz Avropa İttifaqının əslində
biraz da dəstəyi artıracağı ilə bağlı informasiyanı qısa şəkildə vurğuladınız. Ancaq istəyərdim ki, bura biraz detallı toxunaq bu baxımdan ki, Avropa İttifaqı hələ ki Birləşmiş Ştatlar Prezidenti Donald Trump'ın Rusiya lideri Vladimir Putini yola gətirməyə çalışmağını gözləyir. Ən azından verilən son açıqlama bununla bağlıdır və qeyd olunur ki, əgər yola gətirə bilməsə sülhlə bağlı, o zaman biz daha çox dəstək ifadə edəcəyik və bu dəstək əgər ildə 40 milyard dollar olurdusa, daha doğrusu avro olurdusa, indi 2 dəfə artırılacaq, 80 milyard avro olacaq. Düzdür, Avropa İttifaqı bu vaxta qədər də dəstəyi ifadə edirdi. Ancaq sizin fikrinizcə bu dəstəyin 2 dəfə artırılması nəyisə dəyişəcəkmi? Əslində, Ukrayna prezidenti Volodimir Zelenski həmişə öz çıxışlarında Avropa Birliyi dövlətlərindən, ümumiyyətlə dünya dövlətlərindən Ukraynaya kömək göstərilməsini mən niyə Avropa Birliyi dövlətləri xüsusilə qabardıram? Çünki müharibənin ilk dövründən, ilk günlərindən Ukraynaya dəstək göstərən dövlətlər Avropa Birliyi dövlətləridir ki, onlar da öz təhlükəsizliyini qorumaq üçün əslində həm də Ukraynaya dəstək göstərirlər. Və mən qeyd etmək istəyirəm ki, Avropa Birliyi dövlətləri Donald Trump hakimiyyətə gəldikdən sonra artıq bir qədər təşvişə düşdülər. Yəni, Donald Trump'ın sülh planı və ümumiyyətlə Avropadan əlini götürməsi, hər kəs özü öz başına çarə qılsın kimi belə bir ifadələr işlətməsi istər-istəməz Avropa Birliyi dövlətlərində, xüsusilə Fransanı, Almaniyanı, Polşanı artıq deməli, müqavilələr imzalamaq, təhlükəsizliyi təmin etmək üçün, Avropa Birliyinin təhlükəsizliyini təmin etmək üçün, həm öz ölkələrinin təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görməyə sövq etdi ki, onlardan əsası da bilirsiniz ki, deməli, müdafiə xərclərinin artırılmasıdır ki, nəzərdə tutulurdu ki, ümumdaxili məhsulun 2% artıq 5%-ə qədər deməli, təhlükəsizliyin təmin olunmasına vəsait ayrılması nəzərdə tutubdur. Və bu nöqteyi nəzərdən hal-hazırda Rusiyanın ümumiyyətlə Avropanı işğal etməsinin qarşısını alacaq dövlət bu günləri Ukrayna dövlətidir. Və mən bir məsələni qeyd etmək istəyirəm ki, əslində Ukrayna ordusu sadaladığım Avropa Birliyi dövlətləri ayrı-ayrılıqda ordusundan çox güclü bir ordudur. Həm sayı etibarilə, həm də müharibə təcrübəsinə görə mən deyirəm ki, Ukrayna ordusu Rusiyaya qarşı döyüşə biləcək ordulardan biridir. Və Avropa Birliyi də bunu nəzərə alaraq, bilirsiniz ki, bu yaxın vaxtlarda həm də İngiltərədə bu məsələyə qoşuldu ki, Ukraynaya əlavə qoşunların verilməsi, hətta 30 min qoşunun Ukrayna arasında yerləşdirilməsi məsələsi müzakirə olunurdu. Və o nöqteyi nəzərdən həm hərbi kontingentə dəstək, həm canlı qüvvə ilə dəstək, həm də maddi dəstək istər-istəməz əlbəttə ki, Ukraynanın müharibəni öz xeyrinə dəyişməsinə ciddi töhfə verə bilər. Təşəkkürümüzü bildiririk. Anar bəy, minnətdarıq sizə studiyamıza gəldiyiniz üçün. Biz Rusiya-Ukrayna müharibəsi ilə bağlı detallardan danışdıq. Donald Trump'ın açıqlamalarına nəzər yetirdik. Həmçinin Zelenskinin verdiyi mesajlara da toxunduq. İndi isə diqqətimizi yerli gündəmə kökləyəcəyik. Bir tərəfdən elə verilişimizin birinci saatından etibarən də danışırıq ki, Azərbaycan Baş Nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti də, daha doğrusu Baş Nazirin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti də Suriyada bəzi görüşlər keçirib. Əhməd Əşşara ilə görüş çərçivəsində də həmin o nüanslar müzakirə olunub. Biz bundan danışacağıq, eləcə də aktual olan digər məsələlərə toxunacağıq. Siyasi şərhçi Telman Nüsrətoğlu suallarımızı cavablandıracaq. Telman bəy, hər vaxtınız xeyir olsun. Sabahınız xeyir olsun. Telman bəy, Suriya ilə bağlı məsələdə Azərbaycan da hazırda çox aktiv rol oynamağa başlayıb və elə nümayəndə heyətimizin bu kontekstdə keçirdiyi görüşlər bunu deməyə əsas verir. Suriya məsələsində Türkiyə hazırda hakim mövqedə dayanır. Azərbaycanın da rolunun artması bu müstəvidə Azərbaycan, Türkiyə, Suriya üçlüyünə nə verəcək? Ümumiyyətlə, son dövrlər Azərbaycan xarici siyasəti Azərbaycanın təsir dairəsini yerləşmiş olduğumuz regionun xaricinə də yayan, Azərbaycanın milli maraqlarını bu istiqamətdə ilə Aralıq dənizi hövzəsində də aktiv şəkildə belə deyək də genişləndirən, müdafiə edən bir siyasət izləyir. Bilirik ki, Türkiyəmiz də Azərbaycan stratejik ittifaq içərisindədir. Amma Aralıq dənizində eyni zamanda biz bilirik ki, həm Azərbaycanın enerji, deməli, nefti o Aralıq dənizi üzərindən dünya bazarlarına ulaşdırılır. Həm də bugün nəzərə alsaq ki, Şərqi Aralıq dənizi, Aralıq dənizi dünya ticarəti baxımından çox mühüm bir, deməli, güzərgahdır, çox mühüm bir dənizdir və Şərqi Aralıq dənizində də çox
böyük qaz rezervləri, trilyon kubmetrlərlə ölçülən qaz rezervləri kəşf edilir və burada bilirik ki, istər İsrail, Yunanistan, istər Suriya, deməli, İsrail arasında, Türkiyə-İsrail arasında bu məsələlərlə də bağlı xeyli fikir ayrılıqları var. Amma Azərbaycan bir birləşdirici dövlət olaraq Türkiyə ilə qardaşlıq ittifaqı içərisində yer alan və eyni zamanda İsraillə də dostluq münasibətlərinə sahib olan bir ölkə olaraq digər tərəfdən Suriya ilə Suriyanın yeni hökuməti ilə bilirsiniz ki, Suriyanın yeni hökumətindən də Azərbaycana çağırışlar olmuşdu. Mətbuatda yer alan informasiyalara baxdığımız zaman Suriyanın enerji resurslarının, neft yataqlarının işlədilməsində Azərbaycanla əməkdaşlıq arzusu ifadə edilməkdədir. Azərbaycan bu bağlamda əslində o Aralıq dənizində bir-birinə yaxın olan sahillərdən söhbət gedir. Yəni Suriya, İsrail, digər ölkələr, Kipr məsələsi meydandadır. Burada Azərbaycan bir birləşdirici ölkə olaraq yeni Suriya hakimiyyəti ilə də yaxın müttəfiqlik münasibətləri qurmağa çalışan, əməkdaşlığı genişləndirməyə çalışan bir ölkə olaraq ciddi rol oynuyor. Bu çox mühümdür. Yəni ard-arda bilirsiniz, orada birinci humanitar yardımlar oraya göndərilmiş oldu. Suriyanın təhlükəsizliyin orada təmin edilməsində, sabitliyin qurulmasında, ölkənin ərazi bütövlüyünün təsis edilməsində Türkiyə oraya önəm verməkdədir. Eyni zamanda Azərbaycan da bu çərçivədə əməkdaşlığını Türkiyə ilə birlikdə orada təmin edir. Azərbaycan əslində bir xoşgörü modeli olaraq, tolerantlıq ölkəsi olaraq Suriyanın etnodemoqrafik strukturuna da baxdığımız zaman bir örnəkdir, nümunədir. Bu mənada Suriyaya yol göstərə biləcək bir siyasət ağlına, mədəniyyət paradigmasına sahib olan bir ölkədir eyni zamanda. Nəzərə alsaq ki, Suriyada bu saat müəyyən məzhəbi, etnik problemlər mövcuddur. Yəni, bunları ortadan qaldırmaq üçün Suriya hökuməti də birləşdirici bir koalisiya hökumətini formalaşdıraraq siyasətini davam elətdirməyə çalışır. Və İsraillə də bir gərginlik var. Bunu da kimsə inkar edə bilməz. Suriyanın yeni hökumətin ərazilərinə belə bu yaxın günlərdə də İsrailin hava hücumları olmuşdu. Türkiyə də buna qarşı olduğunu ifadə edib və təbii ki, Suriya sahəsində Türkiyə-İsrail qarşı durmasını heç kimsə istəmir. Türkiyə-İsrail əməkdaşlığını, geosiyasi uzlaşmasını istəyirlər. Çünki Türkiyə yaxın şərqin əslində sülhü də, əməkdaşlığı da, ondan sonra istiqrarı da, sabitliyi də qoruya biləcək bir gücüdür və bu bağlamda Türkiyənin maraqları bizim üçün önəmlidir. Digər tərəfdən bu ifadə edildiyim kimi Aralıq dənizi dünya ticarət baxımından da çox mühüm bir regiondur. Azərbaycanın ayrıca Kiprlə bağlı, Kıbrısla bağlı da siyasəti ortadadır. Dolayısıyla biz çox şaxəli Aralıq dənizində də getdikcə təsir imkanlarımızı artırma istiqamətində bir siyasət ortaya qoyuruq. Təşəkkürümüzü bildiririk. Telman bəy, sizə minnətdarıq fikirlərinizi bölüşdüyünüz üçün və biz elə qeyd elədiyimiz kimi Azərbaycan nümayəndə heyətinin Suriyada keçirdiyi görüşlərdən danışdıq. Bu əsnada Azərbaycanın həm də bu proseslərdəki rolunun artması məsələsinə toxunduq. İndi isə digər bir istiqamətə, xüsusilə də əlbəttə ki, bu məsələlərlə bağlı istiqamətlərə toxunacağıq. Türkiyə və İsrail arasında uzun illərdir davam edən gərginlik indi də Suriya üzərindən aparılır. Türkiyə və İsrail qırıcıları Suriya səmasında üz-üzə gəlib və Sözcü qəzetinin verdiyi məlumata görə mayın 2-də İsrail Suriyaya qarşı geniş miqyaslı hava zərbələri icra edib və vurulan hədəflər arasında Türkiyənin dəstəklədiyi Sultan Murad və Süleyman Şah qruplaşmalarının bazaları da olub. Bundan sonra isə Türkiyəyə məxsus F-16 qırıcıları Suriya hava məkanına daxil olaraq İsrail hərbi təyyarələrini elektron hərb sistemləri vasitəsilə xəbərdar edici siqnallar ötürüblər. Buna dair süjetimiz var, izləyək. Əslində bu tərs hadisələrin baş verəcəyi ilə bağlı hələ ötən ay Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan xəbərdarlıq etmişdi. Fidan əlaqələrin mümkün qədər tez bərpa olunmasını, əks təqdirdə qırıcılar daxil bir çox çaxnaşmanın reallaşacağını demişdi və elə də oldu. Həmin dövrdə Tel Avivlə Ankara arasında münasibətlərin qısa zamanda düzələcəyi iddia olunsa da, Trumpın regionla bağlı dəyişən siyasəti kartların yenidən paylanması ilə nəticələndi. Belə
Xatırladaq ki, dünənə qədər Amerika Birləşmiş Ştatları Rusiya əlaqələri Şərqi Avropadakı gərginlik səbəbindən heç də yaxşı deyildi. Vaşinqtonun Avropa İttifaqı və Moskva ilə münasibətləri düzəltmək üçün Ankaraya ehtiyacı var idi. Qoca qitənin nümayəndələri ilə əlaqələr istənilən səviyyədə olmasa da Ağ Ev artıq Kremllə münasibətləri istədiyi formada düzəldib. Yəni, dolayısıyla Birləşmiş Ştatların artıq Türkiyəyə çox da ehtiyacı yoxdur. Odur ki, Amerika Birləşmiş Ştatları İsrailin əli ilə bir növ Dəməşq-Ankara müttəfiqliyinin yeni hərbi gücünü test etməyə çalışır. Türkiye, Suriye'nin askeri gücünü ve savunma sistemlerini kurarken ve yeniden inşa sürecinde Suriye'yi tekrar ayağa kaldırmaya çalışırken bir taraftan da istikrarlı ve güvenliği sağlanmış bir Suriye inşa ederek kendi güvenliğini de bir şekilde garanti altına almak istemektedir. Ancak Türkiye'nin Suriye hamleleri başta İsrail, İran, Rusya ve diğer bu coğrafyada planları olan ülkeleri rahatsız etmektedir. Bu nedenledir ki İsrail, Türkiye'nin neler yapabileceğini, Türkiye'nin nereye kadar direnebileceğini test etme amacıyla Suriye'ye saldırılarını aralıklarla devam ettirmektedir ve Türkiye karşı hamlelerle İsrail'i perdelemeye ve engellemeye çalışmaktadır. Bundan başqa İsrail ötən əsrdən bəri Suriya üzərində müxtəlif hərbi əməliyyat keçirir və Əsəd rejiminin devrilməsi ilə bölgədə tarix bir növ yenidən təkrarlanır. Amma bu səfər də Tel Aviv planlarına Ankara mane olur və tərəflər arasında qarşılıqlı münasibətlərin qurulmasını istəyir. Netanyahu hökuməti isə danışıqları rədd edir. Çünki Suriya və regiondakı bir çox ərəb dövləti İsraili hələ də rəsmi olaraq tanımır. Odur ki, bölgədə sabitliyin bərpası üçün Suriya İsraili dövlət olaraq tanımalıdır. Bəlkə bundan sonra Tel Aviv hədəfini dəyişərək regionda sabitliyin yaranmasına icazə verə bilər. İsrailin açıq da deməsə tələbi nədən ibarət? İsrailin tələbi ondan ibarətdir ki, Suriyanın yeni hökuməti, bu Əhməd Əş-Şərəi, açıq şəkildə İsrailin ərazilərini tanısın, İsraili dövlət kimi tanısın. Çünki əsas məqsəd nə idi? Suriya İsraili dövlət kimi tanımırdı. Suriya anti-İsrail koalisiyasının üzvü idi. Burada əsas məsələ düşür Suriyanın üzərinə. Suriya nə qədər dərəcədə suveren bir dövlətdir. Suriya öz müqəddəratını necə görür və Suriya İsraillə danışıqlara getmək istəyir. Məsələn, bu duruzlarla bağlı bəhanələr çoxdur burada məsələlərdə. Amma əsas səbəb Suriyanın İsrail dövlət kimi tanınmasıdır və İsrailin suverenliyini tanımasıdır və bundan sonra İsraillə əməkdaşlığını necə qurmaq istəməsidir. Suriyanın İsraili rəsmi olaraq tanınması isə radikal Əl-Şara hakimiyyəti dövründə real görünmür. Türkiyə isə Suriyanın ərazi bütövlüyünün pozulmasına imkan verməyəcəyini diktə edir. Yəni, hazırki geosiyasi konfigurasiya yaxın şərqdə xaosun davam edəcəyini göstərir. Bu isə Amerika Birləşmiş Ştatları üçün məqbul statu quodur. Belə dəyərli izləyicilərimiz, saatın tamamında yenilənən xəbərlərdən də agah olacaqsınız. Röya bu informasiyaları bölüşəcək. Röya, yenidən səni salamlayıram. Hansı məlumatları çatdıracaqsan, buyur, söz səndədir. Təşəkkür edirəm Çinarə. Mən də səni və izləyicilərimizi salamlayıram. Anonslarımıza keçid edirəm. Ermənistanın Müdafiə Naziri Suren Papikyan Yunanistana səfərə gedib. Birləşmiş Ştatlar Prezidenti Donald Trump Səudiyyə Ərəbistanında Rusiya lideri Vladimir Putin ilə mümkün görüş barədə düşünəcəyini bildirib. Bu və digər vacib xəbərləri az sonra izləyicilərimizə çatdıracağım. Buyur, Röya.